Martın 11-də Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbulu Gələbədin kəndində keçirilib. Qəbulda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbulların müsbət rolundan söz açaraq bildirib ki, məsafə və digər maneələr üzündən müraciətlərini aidiyyəti qurumlara çatdırmaqda çətinlik çəkən vətəndaşlar üçün belə görüşlər böyük əhəmiyyət daşıyır. Sonra söz qəbul iştirakçılarına verilib. Sakinlər tərəfindən səsləndirilən müraciətlər əsasən kənddə elektrik xətlərinin köhnəlməsi və yeni kabelləşməyə ehtiyac olması, su üçün çəkilmiş boruların işlənmiş və istifadə müddətini başa vurmuş olması, həmçinin digər sosial məişət məsələləri ilə bağlı olub. Qaldırılan hər bir məsələ ilə bağlı müvafiq izahat verilib, elektrik kabelləşmə işlərinin növbəlilik əsasında həyata keçirildiyi bildirilib. Su borularının yenilənməsi ilə bağlı isə aidiyyəti qurumlara tapşırıqlar verilib, məsələnin araşdırılması və yeni borularla təmin olunması üçün müvafiq tədbirlərin görüləcəyi qeyd olunub. Sakinlər bəzi məsələlərin həlli istiqamətində görülən işlərə görə minnətdarlıqlarını da bildiriblər. Belə ki, 20 ilə yaxın müddətdə təmizlənməyən drenaj xəttinin onların müraciətləri əsasında Suvarma Sistemlərinin İstismarı İdarəsi tərəfindən müəyyən qədər təmizləndiyi, lakin bu istiqamətdə əlavə işlərə ehtiyac olduğu vurğulanıb. Sonda yenidən çıxış edən rayon rəhbəri sakinləri qarşıdan gələn Novruz və Ramazan bayramı münasibətilə təbrik edib, işlərində uğurlar arzulayıb. Qeyd edək ki, görüş başlamazdan əvvəl sakinlərə icra hakimiyyətlərinə müraciətlə bağlı elektron portaldan istifadə qaydaları haqqında videoçarx nümayiş etdirilib. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi İnternet televiziyası üçün.